Ermənistanda isə 5 gündür davam edən aksiyalar ölkədə ictimai-siyasi gərginliyi kəskin bir həddə çatdırıb. Demək, mayın 1-də olum ya ölüm şüarı ilə inqilaba hazırlaşan fəallar bu dəfə Paşinyan xain, Paşinyan qatil deyə etiraz yürüyüşü keçiriblər. Narazı kütlə İrəvan Dövlət Universitetinin yerləşdiyi Abovyan prospektini bağlamağa cəhd göstərib. Polisin müdaxiləsi ilə onlarla gənc fəal artıq saxlanılıb və onu da qeyd eləyək ki, bir həftəyə yaxın davam edən etiraz aksiyalarının əsas iştirakçıları tələbələrlə yanaşı elə revanşistlərdir. Onlar Paşinyanın Azərbaycanla sülh sazişinə dair bəyanatından sonra kütləvi aksiyalara start veriblər. Etirazçıların əsas tələbi isə Paşinyan və onun komandasının istifasıdır.